Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarət almış azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Gəncədə isə 16 yaşlı yeniyetmənin meyidi tapılıb. Qafqaz İnfonun məlumatına görə hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. Belə ki, 16 yaşlı Davud Qulizadənin meyidi yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma işlərinə başlanılıb. Goranboyda bıçaqlanma ilə nəticələnən dava düşüb, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli Bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib, vəziyyəti kafidir. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən əmisi oğlu 24 yaşlı Kamil Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Ağdamda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndində qeydə alınıb. Belə ki, Emin Muradov idarə etdiyi Lada Granta markalı avtomobili hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun oğlu Əfrahim Muradov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə qəza azad olunmuş ərazilər gəzməkdən qayıdan zaman baş verib. Bakıda 233 nömrəli məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb. Teleqraf məlumat verir ki, hadisə mayın 7-sində Qaradağ rayonunun Löşbatan qəsəbəsində orta məktəbdə baş verib. Tənəffüs vaxtı 5K sinifinin şagirdi İxtiyar Namazov məktəbin dəhlizində Əliyevin üzərinə bıçaqla hücum edib. Bu zaman Əliyevin bacısı Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib. Nəticədə Əliyeva əlindən bıçaq xəsarəti alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxaza verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır. Şəmkir rayonunda kişi bazarda həyatını itirib. Doğru Xəbər Azərbaycan bildirir ki, 1964-cü il təvəllüdlü Fərman Məmmədovun bazarda qəfl alıb pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş ölüm faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda istintaq işlərinə başlanılıb. Əskər Əsədov Hüseyn Həmzəoğlu vəfat edib. Mətbuat az xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat yayıb. Hüseyn Əsədovun xəstəlikdən dünyasını dəyişdiyi açıqlanıb. Qeyd edək ki, əskər 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. O, ötən gün Binə qəbristanlığında torpağa tapşırılıb. Əldə etdiyimiz son məlumata görə Əsədov dövlət sərhəd xidmətində xidmət edib. İngiltərədə Azərbaycanlı qadın vəfat edib. Bu barədə onun yaxınları məlumat yayıb. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil öldüyü bildirilib. Qeyd edək ki, Natəvan Qasımzadə Westminster Universitetində hematologiya ixtisası üzrə magistr təhsili alıb. O daha sonra İngiltərədə qalaraq tibb sahəsində çalışmağa başlayıb. Allah dünyasını dəyişən hər kəsə rəhmət eləsin.